Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Bugün inşallah İslam nöqteyi nəzərindən orqan nəqli mövzusuna toxunmaq istəyirik. Orqan nəqli və elmi dildə desək, orqan transplantasiya nə deməkdir? Orqan nəqli funksiyalarını və fəaliyyətlərini itirmiş hər hansı bir orqanın başqa birisi ilə əvəz edilməsidir. Təbabətin ən müasir sahələrindən biri sayılır. Xüsusilə 20-ci əsrin sonlarına doğru mikrobiyologiyanın inkişaf edilməsi ilə birlikdə orqan nəqli təbabətdə bir müalicə vasitəsi olaraq istifadə edilməyə başlanmışdır. Elə həmin günlərdən etibarən, çünki orqan nəqlində həm orqanı verən, həm orqanı da qəbul edən hər iki donor insan olduğu üçün bu mövzu dini və əxlaq nöqteyi nəzərdən uzun müzakirələrə səbəb olmuşdur. Biz də bugün inşallah İslam nöqteyi nəzərindən alimlərin bu məsələyə münasibəti haqqında qısaca danışmaq istəyirik. Təbii ki, bir mövzunun hökmünü İslam nöqteyi nəzərindən qiymətləndirə bilmək üçün biz hər şeydən əvvəl Quran və ya sünnəyə müraciət etməliyik. Dinimizin əsas iki mənbəsi olan Quran və sünnəyə biz baxdığımız zaman orqan nəqli ilə əlaqədar bilavasitə bu mövzuya dəlalət edən hər hansı bir ayə və ya hədisin mövcud olmadığını asanlıqla söyləyə bilərik. Çünki bu mövzu son əsrdə ortaya çıxmış bir məsələdir. Amma buna rəğmən dolaylı şəkildə mövzuya dəlalət edən bəzi ayələr və ya hədislər mövcuddur. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, orqan nəqli müxtəlif aspektlərdən İslam alimləri tərəfindən müzakirələr səbəb olmuşdur. Bir qrup alim, azınlığı təşkil edən az bir qrup alim orqan nəqli müxtəlif səbəblərlə icazə verməmişlər. Amma alimlərin böyük əksəriyyəti günümüzdə və müsəlman ölkələrindəki rəsmi fitva quruluşlarının da böyük əksəriyyəti, Misirin fitva quruluşları, İslam Konferansı Təşkilatının fitva quruluşları, o cümlədən Türkiyə Diyanət Vakfının fitva quruluşları orqan nəqlinə icazə vermişlər. Fikirlərini bu şəkildə əsaslandırmışlar. Birincisi, bizim məqasid-i şəriədə əz-daruriyyət, yəni zəruri prinsiplər dediyimiz, yəni dinimizin qorumağı hədəflədiyi bəzi təməl prinsiplər vardır. Bunlar nədir? Dinin qorunması, canın qorunması, ağlın qorunması, nəslin qorunması və var-dövlətin qorunması. Canın qorunması da bunlardan ikincisidir. Orqan nəql də müasir bir müalicə vasitəsidir. Dolayısıyla orqan nəqli icazəlidir müəyyən şərtlər çərçivəsində. İkincisi isə yenə İslam hüququnda Quran və sünnədən çıxarılmış, İslam hüquqşünaslarının Quran və sünnədən çıxardığı təməl bir prinsip var. O da nədir? Əd-darurat tubihul mahzurat. Zərurətlər müvəqqəti müddətliyə də olsa haram edilmiş şeyləri mübah qılar. Yəni o zərurət halı davam etdiyi müddətcə. Yenə başqa bir təməl prinsipimizə görə Quran və sünnədən çıxarılan əd-dararu yuzəl. Yəni zərər ortadan qaldırılar prinsipi. Yəni istinad edən İslam hüquqşünasları orqan nəqlinə icazə vermişlərdir. Orqan nəqli məlum olduğu kimi iki şəkildə olur. Ya meyyit donordan canlı xəstəyə, yəni xəstəyə nəql edilir və yaxud da canlı insandan, yenə canlı donordan xəstəyə nəql edilir. Orqan nəqlinin icazəli ola bilməsi üçün İslam alimlərinin müəyyən şərtləri var. Yəni bu şərtlər yerinə yetirildiyi zaman orqan nəqlinə icazə verilmişdir. Bunlar nə olacaq? Bir, əgər meyyit donordan orqan nəql edilirsə, beyin ölümünün gerçəkləşmiş olması lazımdır. Beyin ölümü də nə deməkdir? Beynin bütün funksiyalarını itirməsi və geri dönüşü mümkün olmayacaq şəkildə bütün funksiyalarını itirməsinə biz itirən şəxsə, itirən ölüyə meyyit donor deyirik. Bu da təbii ki, mötəbər, etibarlı həkim mütəxəssislər tərəfindən diaqnozlaşdırılacaq. Daha sonra zərurət prinsipi olacaq. Yəni, xəstəyə orqan nəql edilməsi üçün zərurət halı olacaq. Çünki
Az önce dedik ki, zərurətlər, haram edilən şeylərin müvəqqəti müddətli olsa halal edər. Orqan nəqli də zərurətdən qaynaqlanmalıdır. Yəni, həmin orqan nəql edilmədiyi təqdirdə xəstənin həyatı üçün bir təhlükənin olması lazımdır. Üçüncü təməl prinsipimiz nə olacaq? Üçüncü təməl prinsip isə özünə orqan nəql edilən xəstənin yaxşılaşacağına dair, yəni həmin orqan nəql edildiyi zaman sağalacağına dair mütəxəssislərdə zənn-i qalibin formalaşması lazımdır. Daha sonra həm orqanı verən donorun, həm də qəbul edənin hər ikisinin razılığının olması lazımdır. Əgər orqan meyyit donordan alınırsa, şəxsin sağlığında və ya vəfat etdikdən sonra onun mirasçılarının orqan nəqlinə icazə vermiş olmaları lazımdır. Bir də əgər orqan canlı donordan nəql ediləcəksə, həmin özündən orqan alınan canlı donora həmin orqan alındığı zaman onun həyati funksiyalarına zədə verəcək hər hansı bir zərərin gəlməməsidir. Bu şərtlər daxilində bir də önəmli şərtimiz nədir? Orqan hər hansı bir mənfəət qarşılığında satılmayacaq. Yəni, qarşılığında hər hansı bir pul alınmayacaq. Burada həkimin aldığı pulu qəsd etmirik. Yəni, orqanın satılmasını qəsd edirik. Yoxsa o nəql edildiyi zaman xərclənən vəsaitləri qəsd etmirik. Tibbi məqsədlərlə onları qəsd etmirik. Bütün bu şərtlər yerinə yetirildiyi zaman İslam alimlərinin böyük əksəriyyəti bir müalicə vasitəsi olaraq gördükləri üçün orqan nəqlinə icazə verirlər. Prinsiplərimizdə nədir? Zərurət halında haram olan şeylər müvəqqəti müddətə halal olar. Allahu aləm bis-savab.